məşğul olundu. Nizami Gəncəvi həm də türkçə yazmış. Ancaq mən hətta deyirəm, burada da aytmışıq, Nizami Gəncəvi yalnız əgər hətta farsça yazsa da xəmsəsi, yəni onun beşliyi xəmsəsi, Sırlar Xəzinəsi, Xosrov və Şirini, İskəndərnaməsi, türklük fəlsəfəsi və insanlıq fəlsəfəsi üzərində qurulmuşdur. Yəni Nizami Gəncəvinin əgər biz Nizami Gəncəvini oxusaq, idrak, təfəkkür qursaq, görərik ki, Nizami Gəncəvinin dünya görüşü, fəlsəfəsi, insanlıq fəlsəfəsidir. Məsələn, Nizami Gəncəvinin insanlıq fəlsəfəsi, yəni biz nə deyir ki, onun insanlıq fəlsəfəsini deyirik. Yəni burada biz burada da mən aytdım. Aslında Nizami Gəncəvinin bir insanlıq fəlsəfəsindən bahs etməsini ən yaxşı yazanlar, aytanlardan biri Azərbaycan Cumhuriyyətinin 1918-ci ildə qurulan Azərbaycan Cumhuriyyətinin banisi, kurucusu Məhəmməd Əmin Rəsulzadə Azərbaycan şairi Nizami Gəncəvi əsərində aytmışdır, yazmışdır. Cahanda Nizami Gəncəvi haqda ən yaxşı, cüda yaxşı əsər yazan Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Berkes də yazır. Bir çox alimlər Nizami Gəncəvi haqda əsərlər yazmışdır. Ancaq Nizami Gəncəvinin fəlsəfəsini, dünya görüşünü, əyallara münasibətini, insanlığa münasibətini, kamil insan, onu ən yaxşı aytan Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Əlişir Nəvaini ən yaxşı aytan birinci alimlərdən gördüyünüz kimi Maksud Şeyxzamanov olmuşdur, Şeyxzadə olmuşdur yəni. Bu yəni 20-ci əsrdə yenidən Nizami Gəncəvi kimdir? Onun qayələri nə, amalları nə, fəlsəfəsi nə? Nizami Gəncəvini Məhəmməd Əmin Rəsulzadə birinci olaraq daha yaxşı, yaxşı anlattı. İkincisi isə Əlişir Nəvaini'də Maksud Şeyxzadə başladı ona yazmağa. 1940-cı, 50-ci illərdən yazdı və aytdı. Sonralar 50-ci, 60-cı illərdə yəni Maksud Şeyxzadənin böyük rolu oldu. Sonra başqa Özbek alimləri də yazdılar. Nizami Gəncəvinin fəlsəfəsi burada da, yəni əslində farsça yazmaq, yəni farsi bir dildə yazdı, ancaq farsi dildə yazsa da Nizami Gəncəvinin ruhu, manəviyyatı bir türk ruhaniyyətidir, türk mənəviyyatıdır. Əgər biz diqqətlə oxusaq görərik ki, Nizami Gəncəvi orada türklüyün ruhundan, türklüyün manəviyyatından, fəlsəfəsindən bahsedilir. Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə şunu aiddir. Şahnaməni oxuduqda görürük ki, Firdovsi Fars oğlu Farsdır. Farsi bir ruhdur. Avesta, Zərdüş, İrani, Arilər, ancaq Nizami Gəncəvini oxuduqda Sırlar Xəzinəsi, Xosrov və Şirin, İskəndərnamədə Şərəfnamə, İqbaləmoğlu görür ki, bu türk oğlu türkdür, ruhu mənəviyyatıdır. Bu türklük ancaq bir cin və kan məsələsi deyildir, manəviyyat bir məsələsidir. Manəviyyat. Çin Xitay fəlsəfəsi var, Xitay, Grek, Rim, sonra başqa Hind fəlsəfəsi var, ancaq bir de türkü fəlsəfə var. Azərbaycanımızda və türkü dövlətlərimizdə biz türkü fəlsəfəsini aytmarız yəni. Türkü fəlsəfə yox. Nizami Gəncəvinin fəlsəfəsindəki insanlıq türkü bir fəlsəfəsidir. Türkü fəlsəfə ilə İslami fəlsəfəni Nizami Gəncəvi xamsəsində türkü fəlsəfə ilə, yəni türkü bir fəlsəfə ilə İslami bir fəlsəfəni bir-birinə bağlamışdır. Çünki türkün fəlsəfəsində də axlaq var, törə vardır. Axlaq, törə, mənəviyyat və ruhaniyyət vardır. İslamda və Quran-ı Kərimdə də vardır. Bu, cüda yaxşı bir şey yəni. Nizami Gəncəvi bir şair deyil, bir bilgədir, filosofdur, böyük bir ülamadır. Biz ancaq Azərbaycanda aytdılar bizə. Bu, yaş balalar, tələbələrimiz, Nizami Gəncəvi bir şair, Nəvai bir şair. Şair deyil, şair başqa. Şair başqa, ülama başqa. Bunlar bizim üçün böyük ülamalar. Məsələn,
Əlişir Nəvai neden Nizami Gəncəvini Şahnaməni yox, Firdovsini Şahnaməsindən yox, məhz Nizami Gəncəvini yani onu davam ettirdi. O yeniden bir hamse yazdı. Çünkü Əlişir Nəvainin ruhu da, Əlişir Nəvainin ruhu mənəviyyatı Nizami Gəncəvinin ruhu mənəviyyatıdır. Firdovsinin yox, Daqiqinin yox. Bu çok önemli. Yani bu çok mühim ve vaciptir. Bunu tefekkür kılmak lazımdır. Benim düşünceme göre Nizami Gəncəvi de, Əlişir Nəvai de, Qorqud ataların, Oğuz ataların, Xızır ataların, babalarımızın yolunu devam ettirirler. Yani onların felsefesini izleyirler. Biz bunları idrak ve tefekkür kılmamız çok mühimdir. Yoksa biz indi Kant felsefesi niye böyle? Biz de ancak Kant felsefesinde Eflatun, Erestun, Fales, Demokrit, Xitay felsefesinde Konfüçyüs, Menksızı, Hint felsefesinde Budda ve Badarayana ve başkaları. Ancak biz öz atalarımızın, babalarımızın felsefesini çem bilirik. Çok çem bilirik. Sovyetler Birliği döneminde bize ancak onları öğrettiler. Ancak Grek var, Roma var, Xitay var, başkalar var. Biz yokuz yani. Bizim felsefemiz değil. Ben düşünceme göre biz Nizami Gəncəvinin bizim felsefemiz insanlık felsefesidir. Bunun Nizami Gəncəvinin insanlık felsefesinden Nizami Gəncəvi nedir bir insanlık? Ben size onu da aytım ki, xüsusən də əlahədə, yani ben yaşlar için bunu daha çok deyirəm. Nizami Gəncəvdə Türk sözünün kavramı da insanlıktır. Türk demek insan demektir, adalet demektir, paklılık demektir. Bakın Özbekistan bayrağında ve Azerbaycan bayrağındaki anlamlar o insanlık felsefesidir. Kardeşliktir, sevgidir, beraberlik, dinç yaşamaktır. Yani biz buradan çok ayırmak mümkündür. Benim düşünceme göre, benim tefekkürüme göre biz daha yani bundan sonra biz gençlere, talebelerimize felsefede, edebiyatta daha çok Türkçü halkların felsefesinden, edebiyatından, ulamalarından beslenir. Elbette Kant felsefesini, Xitay felsefesini, Hint felsefesini, Grek felsefesini de bilmeliyiz. Ancak bizde bir atasözü var. Evvelce evin içi, öğün içi, sonra çıkarı, yani sonrası. Evvelce özümüzü bilmeliyiz, öz medeniyetimizi, öz felsefemizi, öz ulamalarımızı bilse inşallah bizim geleceğimiz, Türkçü halkların geleceği ancak özümüzdedir. Öz balalarımızdadır, öz evlatlarımızdadır, öz tasirimizde, medeniyetimizdedir. Elbette diğerlerini de öğrenmeyi bile, ancak bizde bir atasözü var. O kökü üstədir. Ağac rişəsini öz kökünden alır. Biz kökümüzü, rişemizi için başkalarından alsa, yani Qarpurlardan, Xitaylardan alsa bizim geleceğimiz yok. Geleceğimiz bizim balalarımızın da, bizim devletlerimizin de geleceği öz elimizdedir. Ona göre de Əlişir Nəvailəri biz yeniden idrak etmeliyiz. Bu çok önemlidir yani. Oldukça önemli ki ben onu teşvik kılıram ki biz talebelerimizden Türkçü halkların felsefesini keçmeliyiz. Türkçü halkların felsefesini ve büyükleri, ulamaları öyleyse onlar daha da gurur duyacaklar. Daha da büyük onların özleri, inanı, itibarı artacaktır. Daha da güçlü kılacaklar ki biz Türk'üz. Bize ancak Qarpurlar bize dediler, bunlar vahşidir, barbardır. Dünyada en adaletli halk, en pak, saflık halklardan biri biziz. Biz özümüzü öğrenmeliyiz. İnşallah Xuda bunları idrak ve derk etsek, tekte sözde yok, amalda. Söz çok önemli. Ancak əməldə ise inşallah Türkçü halklarımızın da inşallah bircə devletlerimiz de güçlü kılacaktır. Bizler de güçlü olacağız. Rəhmət sağ olun.